Allergoloqlar və toksikoloqlar bir araya gəldi. 15 may 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübə və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə təcili allergologiya və kəskin toksikoallergik vəziyyətlər, diaqnostika və müalicəyə müasir yanaşmalar mövzusunda elmi praktik simpozium keçirilib. Tədbirə Azərbaycan Tibb Universiteti, Azərbaycan Toksikoloqlar Dərnəyi və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti dəstək verib. Simpoziumun açılışında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Dosent İsmayıl Əfəndiyev çıxış edərək tədbirin əsas məqsədinin təcili allergologiya sahəsində müasir diaqnostika və müalicə metodlarının müzakirəsi, qabaqcıl tibbi yanaşmaların paylaşılması və mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsi olduğunu bildirib. Bugünkü simpozium təvabətin aktual bir mövzusuna ağır allergik reaksiyalar və toksikoallergik vəziyyətlərin müalicəsinə həsr olunubdur. Hal-hazırda müasir dünyada bu problemin aktuallığı çox böyük əhəmiyyət kəsb edir və burada multidisiplinar yanaşmaq çox vacibdir. Çünki belə hallarda müxtəlif ixtisaslı həkimlər bir neçə saniyə ərzində düzgün qərar qəbul etmək çox vacibdir. Bu həm anafilaktik reaksiya da ola bilər, həm də ağır toksikoallergik vəziyyətlər, Lyell sindromu, Stevens-Jones sindromu və digər vəziyyətlərdə. Bugünkü tədbirdə Tibb Universitetinin professorları, Azərbaycan Reanimatoloqlar Cəmiyyətinin, Azərbaycan Toksikoloqlar Cəmiyyətinin və biz ev sahibi olaraq Dövlət Gömrük Komitəsinin Tibb Xidmət İdarəsi, Mərkəzi Gömrük Qostu, Elmi Təcrübə Tədris Mərkəzi bir yerdə birləşərək bu aktual mövzunu müzakirə eləyəcəyik. Ən maraqlı son elmi və dünya təcrübəyə əsaslanan protokollar üzrə məruzələr olacaq və əsas bugünkü tədbirin əhəmiyyəti o olacaq ki, burada həm əyani, həm distant formatda iştirak edən iştirakçılar həmin deməli praktikalar öz gündəlik praktiki işlərdə tətbiq edə biləcəklər. Hibrid formatda təşkil olunan tədbirdə professor Lalə Allahverdiyeva da çıxış edib. Bu gün bu tədbir Mərkəzi Gömrük Hospitalı Azərbaycan Tibb Universiteti birgə təşkil eləmiş bir konfransdır. Bu konfransda deməli allergologiyada olan bütün problemlər müzakirə olunacaq, aktual problemlərdir təbiidir ki, və xüsusən mən çıxış eləyəcəyim spesifik immunoterapiyada. Siz bilirsiniz ki, spesifik immunoterapiya indi həm bronxial asmada, həm allergik rinitdə, həm həşərata qarşı allergiyada, həm polena qarşı, yəni bitki tozcuqlara qarşı allergiyada və epidermal allergiyada çox böyük rol oynayır. Əgər əvvəllər deyirlər ki, bronxial asma müalicə olunmayan bir xəstəlikdir, spesifik immunoterapiya hər şeyi dəyişdirib. Yəni bu gün həm uşaqlarda, həm yeniyetmələrdə, həm cavanlarda spesifik immunoterapiya çox kömək eləyir və tamamilə bu xəstələr bu müalicə üsulu ilə bu xəstəlikdən qurtarırlar. Və mən ümidvaram ki, bugünkü tədbir çox yüksək səviyyədə keçəcək. Burada bütün çıxışlar aktual olacaq və mən hamıya, bütün iştirakçılara uğurlar arzulayıram. Simpozium çərçivəsində anafilaksiya, Dress sindromu, toksikoallergik reaksiyalar, qida mənşəli allergiyalar və xronik spontan övrə ilə bağlı müasir müalicə yanaşmaları müzakirə olunub. Bugün burada anafilaksiyanın təcili vəziyyətlərdə müasir ilkin yardımı, müasir protokollar haqqında danışacağıq. Bu çox vacibdir, müasir protokollarla tanış olmaq, çünki bizim praktiki həkimlərimiz gündəlik praktikalarında anafilaksiya ilə istənilən halda rastlaşa bilirlər və bu zaman düzgün və vaxtında göstərilən yardım insan həyatı xilas edir, bunu bilirik və bugün də biz müasir protokollar müzakirə edəcəyik. Bugünkü konfransda iştirakım var. Mövsümə uyğun çox aktual bir mövzuya toxunmuşam. Həşərat sancmaları zamanı anafilaktik reaksiya, anafilaksiya. Düşünürəm ki, bu mövzu tək mənim mövzum yox, ümumiyyətcə bu konfransda açılan mövzular praktiki həkimlər üçün çox vacib olacaq. Yeniliklərlə tanış olacaqlar. Düşünürəm ki, hamı bundan bəhrələnəcək. Hal-hazırda mövsümə uyğundur. İndi bütün həşəratlar artıq canlanıblar. Bal arıları var, müəyyən həşəratlar var, hansılar ki, hava isindikcə çıxırlar üzə və həşərat sancmaları əsasən də allergiyası olan insanlarda çox ciddi səbəblərə
şoklara, allergik reaksiyalara səbəb olur. Tədbirdə 400-ə yaxın mütəxəssis iştirak edib. Simpozium Səhiyyə Nazirliyinin akkreditasiya qaydalarına uyğun olaraq 4 davamlı tibbi təhsil balı ilə qiymətləndirilib.